Axşamınız xeyir əziz dinləyicilər, Avtodiaqnoz efirdədir. Bir saata yaxın müddət ərzində sizinlə mən olacağım aparıcınız Elmin Bayramlı və qonağımız var. Orxan Usta, Master Orxan Yağlama Mərkəzindən. Xoş gördük, axşamınız xeyir Orxan Usta. Xoş gördük. Biz sənənəmizə sadiq olaraq gəlin əvvəlcə yollardakı bir vəziyyətə baxaq. Dünən əməlli başda sıxlıq var idi. Bugün isə sıxlıq şəhərin əsas girişlərindən biri olan Bakı buxtasından Azneft dairəsi istiqamətində sıxlıq var. Mərkəzi yollar Rəşid Behbudov, Bülbül, Azərbaycan prospekti, Dilarə Əliyeva küçəsi, burada da sıxlıq var. Bakı-Sumqayıt yolunda isə sıxlıq bugün azdır. Az dediyimiz avtovağzal metro stansiyasından Xırdalan istiqamətinə, Xırdalan dairəsinə qədər bir hissədə var. Dünən isə hərəkət tam iflic olmuşdu. Ümumilikdə Heydər Əliyev prospektində yollar açıqdır. Yaşıl Bazar, Elm və Təhsil Nazirinin qarşısı sıxlıqdır. 8 noyabr yaxşıdır. Babək prospektində də elə bir sıxlıq yoxdur. Bir də sıxlıq var Yeni Günəşlinin girişində. Yeni Günəşlidən istifadə edən az sürücü olur, amma Orxan Usta ilə özüm üçün dedim bir xatırlatma eləyim. Yevrol dalmışıq yanımıza və davam edirik. Biz nə ilə bağlı? Bizim son efirlərimizdə hansı ki Novruz bayramı ilə əlaqədar Orxan Usta bir müsabiqə elan etmişdik. Deməli qaliblərə Yevroldan hədiyyələrimiz var idi. Yağ dəyişmə. Şərtlərimiz isə həmişəki kimi çox sadə idi. Yevrolun postunu bəyənib rəy yazmaq. İndi biz verilişimiz boyunca 3 qalib təyin edəcəyik. Random üsulu ilə elə sizin gözünüzün qarşısında seçəcəyik. Hansı ki 314 nəfər şərh yazıb, 314 nəfər arasından 3 nəfər qalibimiz olacaq. Bu qalibi isə proqram özü seçəcək. Süni intellekt vasitəsilə nə mən müdaxilə edəcəm, nə Orxan Usta müdaxilə edəcək. Sadəcə avtomatik olaraq proses gedəcək və biz qalibi elan edəcəyik. Mən istərdim ki, elə Əlqan bəy bizə kömək eləsin. Birinci reklam fasiləmizə qədər bir qalibi seçək. Maraqlı bir prosesdir. Əslində mən özüm üçün bu sistemi yoxlamamışdan qabaq test etdim. Deməli, sadəcə burada nə edirik biz? Postun kopyalayırıq. Bir saniyə mən bunu götürüm, hazır qoyum. Deməli, bizim postu kopyalayırıq. Əlqan bəy çəkə bilirik. Və proses uzanır, hə? Mən həmişə deyirdim ki, qəsdən bunu belə eləyirlər, intizarda saxlamaq üçün insanları, amma bu belə deyilmiş, sistem özü bir balaca yubanır. Bura biz əlavə edirik Instagram postumuzu. Qeyd edim ki, bizim şərtlərimiz çox sadə idi və postu taq elədik, indi skan edəcəyik. Şərtimiz sadəcə rəy yazmaq və dostunu taq etmək idi ki, və bir tələbimiz də var ki, bizim səhifəmizi. Sistem avtomatik olaraq 314 nəfər seçdi rəy yazanlar arasında və deyir ki, siz bir qalib seçmək istəyirsiniz. Bəli, biz bir qalib seçmək istəyirik. Seçə bilirik Əlqan bəy? İndi təqdim eləyir bizə. Budur bizim postumuz. Burada mən qeydiyyatdan keçməliyəm. Bir dəqiqəlik bir vaxtımızı alacaq. Ona kimi mən istəyirəm Orxan Usta ilə söhbət eləyək və həmin müddət ərzində də mən artıq qeydiyyatdan keçim. Orxan Usta, necə gedir işlərinin? Bir xeyli müddətdir yox idiniz. Nəhayət ki, gəldiniz. Yox idim. Ramazan ayına qədər biraz oruç tutmaq, biraz çətinliklər var idi. Ona görə gələnmədik. Şükür Allah efirdəyik. Ümumiyyətlə, işlər necədir? Yaxşılıqdır, şükür Allah. Ümumi belə deyəsən, mən bilən zəifçilikdir, ümumi. Belə şükür Allah yaxşılıqdır. Bir məsələ var idi. Bizdə bu yağlarla bağlı uzun müddət müzakirələr davam edirdi. Və biz reklam fasiləmizə az qalıb. Mən istəyirəm bunu test edeyim. Birinci variantda biz bunu yoxlayaq. Bu giveawaylər keçirənlər necə bunu rahat şəkildə eləyirsiniz? Siz də arada müsabiqələr eləyirsiniz. Belə eləyirsiniz Orxan Usta? Bizdə başqa uşaqlar baxılır. Mən baxmıram, rahatdır mənə. Bizdə də başqa uşaqlar var. Həmin uşaqlar bugün efirə gətirə bilmədik. Bu səbəbdən belə bir problemimiz oldu. Və nə demək istəyirəm Orxan Usta? Məndən hər dəfə soruşurlar, Yevrolla bağlı soruşurlar. Sadəcə deyə bilirəm ki, yaxşı yağdır. Amma niyə yaxşı yağ olduğunu izah edə bilmirəm. Və onu istəyirəm siz deyəsiniz. Biz Yevrol yağından təzəlicə başlamış. Bir 6 ay olar işləməyimizə. Ümumiyyətlə, yağlar nədən bilinir yaxşıdır? Ümumi yağın tərkibi, hansı qrupdan hazırlanıb, baza yağı özü hazırlayır, dünyada zavodu var, yoxdur, dünya reytingi də hardadır və ondan sonra biz təbii ki, ustalar əsasən praktikaya görə
mühərrikdə azalma var, yoxdur. Mühərriki çirkləndirir, təmizləyir. Mühərrikdə səs əmələ gətirir, gətirmir və ümumi bu belə deyək də bu rəyləri alaraq biz deyirik ki, bu yağ yaxşı yağdır, pis yağdır. Təbii ki, Yevrol bugünkü gündə 3-cü və 4-cü qrupdan hazırlanır bu yağ. İndi 3-cü qrup, 4-cü qrup nədir? Onu da izah eləyək. 3-cü qrup yağ neftdən hazırlanır. 4-cü qrup yağ PAO, yəni tərkibli qazdan hazırlanır. İndi məndə olan bu 0.20, yanımdakı bu 0.20 nədən hazırlanır? Bu həminki 0.20 3-cü qrup kodu Gidrokrek H kodu. Bu neftdən hazırlanır. Neftdən. 0.20-nin indi Bunun 151 azeni olan var C5 ilə. O 3 ilə 4-ün qarışığıdır. Yəni neftlə qazın qarışığıdır. O ondan hazırlanır. Yəni bunun nəyi var? Bunun üstünlüyü nədir? Bunun üstünlüyü temperatura dözümlü, mühərriki daha yaxşı qoruyur. Yuzu maddəsi var həmin yağın. Mühərrikdə əgər çirk varsa, naqar varsa, həmin o divarları qəşəng təmizləyir. Mühərriki istidən, soyuqdan daha yaxşı qoruyur. Yəni onun tərkibində belə deyək də qazla qarışdığı üçün mühərriki daha yaxşı qoruyur. PAO tərkibli olması bu bütün yağlarda, bütün özünlüklü yağlara da şamil olunmalıdırmı? Yoxsa ancaq 0.20 yeni nəsil ya necə? 5.40-a qədər, 10.40-ın PAO tərkibli bugünkü gündə artıq buraxılır. Əvvəllər yox idi. Full sintetik, yəni 10.40-lar. İndi hal-hazırda başlayıblar buraxmağa. Əlqan bəy, zəhmət olmasa bir daha yaxınlaşardıq. Əlqan deyir, bu işimi həvalə eləsəydiniz, özüm tapardım. Deməli, dəyərli dostlar, Yevrolun qalibini seçirik. Onlayn qaydada bizə rəy yazanların indi birində yoxlayardıq. Sadəcə yeni ödəniş istədi Əlqan bəy. Bəlkə üstünüzdə $15 olar. Mənə maraqlı ümumiyyətlə bu sistemi götürəndə hər dəfə bu qədər pul. Biraz çətin onun reklam fasiləsində mən bunu yenə araşdıracağam və sizə Yevroldan bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Baş sponsor Yevrol yağları. 1977-ci ildən Hollandiyada istehsal olunan Yevrol yağları dünyanın 95 ölkəsində rəsmi distributorla satış həyata keçirilir. Yevrol yağlarının Azərbaycanda rəsmi distributoru Aras Motors. Bu yağın saxtası yoxdur. Nəyə görə əminliklə deyirik? Çünki yalnız tərəfdaşlardan əldə edə bilərsiniz. Digər satış mağazalarında, bazarlarda satışı həyata keçirilmir. Yevrol Azərbaycanın bütün bölgələrindən əldə edə bilərsiniz. Eyni zamanda tərəfdaşlıq üçün də müraciət edə bilərsiniz. 050 320 36 36 nömrəsi əlaqə saxlaya bilərsiniz. Instagramda isə yevrol.az yazmaq kifayətdir. Biz qısa bir fasiləyə ayrılırıq, ardınca isə qaliblərimizi elan edəcəyik. Davam edirik dəyərli dinləyicilər və Yevrolun mart ayında Novruz müsabiqəsinin qaliblərini seçirik biz. Əlqan bəyin telefonu indi düşərli olsun, görək hansı bir dinləyicimiz üçün. Hazırda axtarış gedir. Yeni az əvvəl mən qeyd elədim. Aha. Deməli birinci qalibimiz Rəssam qız 777 adlı bizim izləyicimizdir. İndi gəlin görək bu xanım bizi izləyirmi Əlqan bəyin. Əlqan öz maşınım kimi işlədir amma. Bu hissələri montaj eləyərik. Əlqan telefonundan axtarıram. Şərtlərimizdən biri bu idi ki, Yevrolu izləmək lazımdır. Bu telefon sürətindən ona görə gec yazırsan. Deməli, burada yazırıq rəssam qız. Bizim rəssam qız xanım görək bizim bəli izləyir. Şərtimizə əməl eləyir. Və eyni qaydada bizim postumuzu da görək bəyənibmi? Bəyənənlər arasında əlimdəyəcək bu seçə bilməyəcəkmi? Aha. Təzə telefon belə olmaz. Bütün şərtlərimizə əməl eləyir. Bəli, bir daha göstərəm. Onlayn qaydada biz seçdik Vosk proqramı vasitəsilə. Birinci qalibimiz rəssam qız 777, hansı ki şərt bu idi ki, Yevrolun Instagramda səhifəsini izləyib və orada postumuza rəy yazmaq, Yevroldan yağ və yağ dəyişmə qazandı, təbrik edirik. İkinci qalibimizi isə indi biz Orxan Usta ilə söhbətdə birazdan sonra yenidən elan edəcəyik. Təşəkkür edirik. Qeyd edim ki, Master Oil, Master Orxan Yağlama Mərkəzinin rəhbəri Orxan İbrahimov bizim qalibimizdir. Orxan Usta ilə göndərərik sizin yağlama mərkəzlərinin birinə. Olar. İndi biz qalibə yazacağıq. Hansı filialınız var? Ümumiyyətlə Master Orxan Yağlama Mərkəzlərinə müraciət etmək istəyəndə nə etsinlər? 3 dənə filialımız var bizim. Əhmədli filialı bizim Əliağa Şıxlinski küçəsindədir, 23-də, Afrodita Şalla Sarayının özü böyük.
Babək prospektinə azzanan üzbəyüzdür Master Orxan. Bir də Yeni Yasamal Xiyabani 7-dədir, Qismət Şadlıq Sarayı tərəfdədir. Qismət Şadlıq Sarayı tərəfdədir. Bir məsələ var Orxan usta. Bizə yağla bağlı mən TikTok izləyicilərimizi unutmuşam. Bir anlıq yadımdan çıxartmışam. Başım qarışır müsabiqəyə, qalibə və gəlin görək TikTokdan bizə nə yazırlar. TikTokda Avtodiaqnoz Araz FM yazıb bizi tapa bilərsiniz. Eyni qaydada bizə zəng edə bilərsiniz, həm də mesaj yaza bilərsiniz. WhatsApp nömrəmiz dəyişməz olaraq qalır. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Orxan usta, keçən dəfə bir video çıxdı qarşıma. Elə bu bekarçılıq TikTokda bu bayram günlərində dedim görüm necə gedir işlər. Və istehsalçısı 0.20 tələb etdiyi, tələbi qoyduğu avtomobilə ustalardan biri inadla 5.30 yağı tökməyi israr eləyirdi. Bilmirəm, bu həqiqət burada hardadır? Burada əslində həqiqət heç bir yerdə yoxdur. Yəni bir zavod biz bir gündə belə deyək də, hansı bir malı alarkən, paltarı alarkən razmer adi paltarı götürür, XL razmer veribsə, biz deyirik ki, bu boş şeydir, SK-in, sən SK-dəsə o təbii ki, edənci deyil. Absurd söhbətdir. Yəni bu sadəcə bir cümlələrdir. Hansısa bir ustanın özlüyündə subutsuz iddiasıdır. O deyir ki, tutaq ki, bir maşına biz 0.20 tökürüksə, mühərrikdə səs gəlirsə, biz buna 5.30 töküb o səsin qarşısını alırıqsa, o deməkdir ki, bu usta düz danışır. Ola bilər, bəli, bu səsin qarşısını alınsın, amma fəsad nə olacaq? Bir, ruslar demişəm, bir qalaçkan qoyandan sonra 10 dənə mənfil çıxacaq ortaya ki, hansı ki, o fəsadlara çox olacaq. Biz bilirik ki, yeni mühərriklərdə soyutma sistemiyle birbaşa belə deyək, həm yağdan asılıdır, həm bunun vanusları var, həm xüsusi yağ kanalları var, hansı ki, duru yağ orada belə deyək də, həm qidalanmalıdır, həm getməlidir o kanallardan. Mütləq şəkildə 0.20 yazılıbsa, bu maksimal bunda 5.20 ola bilər. Amma 5.30, 5.40 tökmək, bu səsi kəsdi, o dəlil deyil. Yəni bu sadəcə bir dildir, bir insanın dilidir ki, hansı ki, belə deyək də, yəni subutsuz, dəlilsiz rahat bir şəkildə danışa bilir. Amma onu subut eləməyə təbii ki, onun dəlili olmayacaq, heç nə olmayacaq ki, yəni amma usta faktiki olaraq mən görürdüm də, bu səs eləyir dəqiqətən. 5.30-dan sonra eləmədi. Bəli, o dediyim kimi səs eləmənin dərdini tapmaq lazımdır. Amma yağın üzərinə qatı yağı keçmək lazım deyil. Sən qatı yağı keçəndə nə baş verir? Sən qatı yağı keçəndə sənin mühərrikin ömrü azalır. Mühərrikin getməli etsə 500 min, avtomatik düşəcək aşağı, gedəcək 120 min maksimal. Sərfiyyat çoxalacaq, soyutma sistemində problem olacaq. Soyuq havalarda hansı bir rayona getsən, riski Bakıda yaşaysan, isti dərəcə getdin Qarabağ zonasına, düşdün mənfi 20-30-a, onda sən orada valın da gedəcək stroyda, nasosun da gedəcək, mühərrikində pusk olmaya bilər. Yəni bu incəliklər çox adam bilmir. Biz ümumiyyətlə sürücülərin əksəriyyəti 0.20 yağından qaçır. Mən deyərdim bugünkü gündə yox. Bugünkü gündə əksəriyyəti TikTok cəmaatın gözünü açdı, belə deyək. Facebook'dur, Instagram'da çox açmadı. TikTok əməli başlı cəmaatın gözünü açdı. Cəmaatın gözünü açdı ki, doğrudan bu mühərriklərə Ford Fusion'da 5.30'dur, 2 mühərrikə, 1.5 mühərrikə təbii ki 5.20'dir. 5.20'nin yerinə 5.30'dur. Bir dənə müştəri Range Rover mənə SMS yazıb, Range Rover deyib 5.40 tökmək olar. Halbuki Amerikanka 5.20'dir. Yəni insanlar zaten öz malları məhv edirlər də. Yəni biz burada çalışırıq. Mənim üçün fərqi yoxdur. Mən 0.20 satdım yaxud 5.40 satdım. Heç bir fərqi yoxdur. Qazanc eyni qazanc olur. Amma maarifləndirmək var. Bu cəmaatın belə deyək, gözünü açmaq lazımdır. Bu ustalardan. Bu zavod yazıbsa bunun nətər oldu? Biz yemək alarkən biz bunu istifadə qaydasına riayət edirik. Saxlamırıq. Soyuducudan kənar saxlamırıq. Bəli, məsəl üçün qaynama dərəcəsinə baxırıq, düzgün qaynatmaq lazımdır və yaxud ayaqqabının saxlama, hər bir şeyin saxlama dərəcəsinə, istifadə qaydasına baxırıq. Amma avtomobilə çatanda filan kəs mütəxəssisdir, filan kəs nə bilim filan şeydir. Belə cümlələr bu cəmaatı sadəcə aldatmaqdır. Yəni inşallah ki bizdə Azərbaycanda savadlı ustalar çoxdur. Yəni çoxdur savadlı ustalar maşallah gün-günə istəyir onların maarifləndirici videolar olsun, onların istəyir belə deyək işləri olsun. Çox gözəl sənətkarlarımız var. Yəni çox gözəl yağ barəsində məlumatları var. Əvvəl motoristlərin, bəlkə mühərrikçilərin yağ barəsində məlumatları yox idi, bugünkü gün artıq var. Gözəl də var. Yəni sərt əvvəl mühərriki yığırdılar.
tutaq ki, Malibon yığırlar 0.20-dir tələbi. Yığandan sonra mühərrikçilər 5.40 tökürlər. Ağa qardaş, niyə 5.40 töksən? Bunun turbina qidalanması var, bunun vanusları var. Sən buna nətər 5.40 tökə bilər? Amma bugünkü gündə mühərrikçilər bilirlər, araşdırıblar, maarifləniblər, öyrəniblər. Bugünkü gündə Malibon 0.20 ilə yığanda və 0.20 ilə də mühərriki yağ töküb təhvil verirlər. Yəni bu əslində gözəl bir şeydir. Yəni cəmaətin gözü açılıb, artıq hamı bilir. Yəni bugünkü gündə mən bir dənə video çıxım bağırım ki, ay mənim maşınıma Honda Insight-dir 0.20 yox 5.30 tökməli, 5.40 tökməlidir. Məni daşlayacaqlar. Amma yenə də o düzdür, dəyərlərdə Şovaya inananlar var, bəli. Səsküyə inanan var, gedən var. Zaten onlar gedib başda daşa dəyib geri qayıdırlar. O da çox getmir. Bir məsələ var. Mən bunu hər dəfə deyirəm. Məndən məsələn kimsə yağ soruşanda, məsələn deyir falan yağ necə yağdır? Məlumatım varsa deyirəm yaxşı yağdır. Amma demirəm bir dənə yağ budur. Mən yox, elə şey yoxdur. Elə şey yoxdur, yəni. Yevrol deyir yaxşı yağdır, keyfiyyətinə əminik. Amma da biz bunu deyə bilmərik ki, bir dənə budur. Başqalarının hamısı pisdir. Bugünkü gündə bütün müştərilər bilir ki, artıq hansı yağ pisdir, hansı yağ yaxşıdır. Mən bugünkü gündə Yevrol barəsində distributor gəlməmiş, işləməmiş. O girdim internetə, Rusdan tutmuş inglisə kimi bütün məlumatları yığdım, faydalandım və bildim ki, bu doğrudan belə deyək də yağdır. Yaxşı yağdır, keyfiyyətli yağdır, baza yağın özü düzəldir, dünyada elə belə bir yerə daxil olmayıbdır. Yəni belə deyək də bütün yarışmalarda iştirak edib, bütün testlərdə iştirak edib, özü xüsusi qatqı da hətta hazırlayıbdır. Mən burada özün laboratoriyası da var. Laboratoriyası var, əlbəttə ki, mühərriki qorumaq üçün xüsusi qatqı da hazırlayıbdır. Onlar yağın üzərində olur. Məsəl üçün Yevrol yeganə yağlarının biridir ki, mənfi dərəcədə işləmə qabiliyyəti, mühərriki qorumaq qabiliyyəti superdir. Yəni bunun çox belə deyək də firmalarda yoxdur bu. Bir məsələ var Orxan usta. Bizim indi növbəti qalibimizi elan edirik. Hansı ki, bizim Yevroldan müsabiqəmiz var. Avtomobilin marka və modelindən asılı olmayaraq ona biz yağ dəyişməsini hədiyyə edirik. Novruz bayramı ilə bağlı, bəli, 314 rəy yazan dinləyicimizdən birini seçdik. İndi isə ikinci qalibi seçirik. Bir çətinliklə seçirik. Birini Əlqanın telefonundan, birini kompüterdən, birini də Orxan ustanın. Gəlin görək qalibimiz kimdir? Bu proses biraz çəkir. Ona görə mən istəyirdim Orxan ustanla biz söhbət eləyək. Bu söhbət müddətində də biz qalibimizi təyin etdik. Bəli, Novruz bayramına özəl Yevroldan yağ qazan müsabiqəmizin növbəti qalibi Hüseynli 2015. Bəli, bu dinləyicimizdir bizim. Bu həm izləyicimizdir, Instagram izləyicimizdir. Hüseynli 2015 bizdən Yevroldan yağ qazandı. Yağ dəyişməsini buyurub pulsuz şəkildə həyata keçirə bilər, yaxınlaşa bilər Master Orxan yağlama mərkəzlərindən hər hansısa birinə müraciət edə bilər. Düzüm Orxan usta, ünvanları da siz xatırladınız zəhmət olmasa. 3 dənə ünvandır. İlk öncə nömrəmi qeyd edeyim. 070 570 34 34 Əhmədli Babək Yeni Yasamal. Hansı filial sizə rahatsa WhatsApp-a yazarsınız. Biz həmin ünvanın yerini sizə konum atarıq. Biz yoxladıq. Həmin dinləyici bizi həm də izləyir. Şərtlərimizə tam əməl edib. Hüseynli, bəli. Bəli, şərtlərimizə tamam əməl edib Hüseynli 2015 həm bizi izləyir, həm postumuzu bəyənib və həm də qalibdir, bəxti gətirib. Növbəti qalibimizi isə reklamlardan sonra elan edəcəyik. Orxan usta, yaxşıdır da yağ dəyişmə. Pulsuz yağı dəyişirsiniz, nə istəyirsiniz? Biz də. Sizin üçün yaxşı deyil, müştərilər üçün yaxşıdır. Pulsuz olaraq yağ dəyişmə həyata keçirilir və mən bir məlumatda diqqətinizə çatdırmaq istəyirəm. Xüsusi sponsor Şah Avtopark. Şah Avtoparkdan da yeni müsabiqəmiz olacaq, amma əvvəlcə Şah Avtoparkın yeni təkliflərini sizə çatdırım. Avtomobil sizinlə rəsmi müqavilə əsasında təhvil götürülür və modelindən asılı olaraq aylıq 700-1500 manat qazanc verilir. Kasko sığorta, GPS də şirkət tərəfindən hədiyyə olunur. Avtomobilə nəzarət və müqavilədə qeyd olunur ki, avtomobil yalnız 12 saat istifadə oluna bilər. Və bu da Şah Avtoparkın əsas fərqlərindən biridir. Eyni zamanda sürücü axtarırıq Şah Avtopark üçün 099 795 2585 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda Instagram və digər sosial şəbəkələrdə Şah Avtopark yazmağınız kifayətdir. Davam edirik dəyərli dinləyicilər. Yevroldan müsabiqəmizin qaliblərini açıqlayırıq. Hansı ki, yağ dəyişmə hədiyyə edirik. 2 qalib müəyyən edilib, 3-cü qalibi isə indi təqdim edəcəyik. Amma bir məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm ProGaraj servisdən.
Avtomobilinizdə problem varsa, o zaman köməyə ProGaraj servis çatar. Servisin təcrübəli ustaları sizə avtomobillə dair bütün məsələlərdə kömək edəcək. Bununla yanaşı Toyota Prius, Honda, Nissan avtomobillərinin ehtiyat hissələrinin topdan satışı və istənilən avtomobilin ehtiyat hissələrinin sifarişlə gətirilməsi də həyata keçirilir. Bütün sosial şəbəkələrdə ProGaraj servis yazıb bizi tapa bilərsiniz. Ünvan Nərman Nərmanov rayonu Ələsgər Qayıbov 21. 070 244 84 24 nömrəsi əlaqə saxlaya bilərsiniz. Səbuhi bəy hazırda Dubaydadır. Ehtiyat hissələrinin gətirilməsi Dubaydan avtomobillərin sifarişi ilə də elə yerindəcə sizə köməklik göstərsin. Biz isə Evroldan yağ dəyişməni hazırda qalibləri elan edirik. 2 qalibi, biri kompüterdə, birini telefonla seçdik. İstəyirəm növbəti qalibimizi də Orxan Ustanın telefonundan seçək. Elə Orxan Ustanın özü seçsin. Olar mı Orxan Usta? Səsinizi də açın. Nə olmur ki? Bir daha deyim ki, bizim postu tag etmişik Vosk proqramı vasitəsilə sistem avtomatik müəyyən edir. 314 rəy yazan var Instagram üzərindən və onlardan biz artıq ikisini təyin etmişik. Orxan usta, bu sehirli düyməni siz basın görək, sizin əliniz kimin üçün yağ dəyişmə hədiyyə edəcək və yağ qalibimiz olacaq. Kompüterdən də seçə bilərik. Sadəcə istədim bu Orxan ustanın bir qalibi Orxan usta seçsin. Bəli, qalibimiz Fidan 777 6. Bəli, Fidan xanım bizi izləyir. Şərtimizə əməl edib. Burada da digər dinləyicilərimiz üçün göstərək. Və eyni qaydada da Əlqəm bəy yoxlayaq. Postu bəyənənlər arasında da Fidan xanım varmı? Çünki şərtimiz çox sadə idi. Bir dostunu taq edib və bizi izləmək. Biz onu da test elədik. Bəli, Əlqəm bəy təsdiqlədi. Qalibimiz Fidan xanımdır. Mən bir daha xatırladım. Fidan xanım, rəssam qız, bir də Hüseynli 95. Hansı ki, şanslı qalibdir. 2 saat əvvəl rəy yazıb və qalib oldu. 3 qalibimizi də təbrik edirik. Evroldan biz yağ dəyişmə hədiyyə edirik. Bəli, Evrol yanımdadır. Avtomobilinizi gətirirsiniz. Orxan ustanın Master Orxan yağlama mərkəzlərinin birinə, 3 filialdan hər hansı birinə və sizə Hollandiya istehsalı tam keyfiyyətli Evrol yağı ilə artıq sizin yağ dəyişməniz həyata keçirik. Bugünlük müsabiqəmiz burada bitir, amma növbəti günlərdə yenə bizim müsabiqələrimiz olacaq. Şərtlərimiz isə çox sadədir. Sadəcə evrol.az yazıb Instagramda bizi tapırsınız və biz sizə hədiyyə təqdim edirik. Özü nə hədiyyə təqdim edirik? Yağ dəyişmə. Bir neçə ay Orxan usta xərcdən azaddır da, düzdürmü? Əlbəttə ki, ən azı 6 ay. Ən azı 6 ay. Amma bir taksi sürücüləri ola bilər. İnanmıram, çünki 2 xanım bir bəydir. Xanımlar inanmır taksi şoferlər. O zaman maraqlısı nədir bu? Biz neçə dəfə bu yarışma eləyəndə, müsahidə eləyəndə əksəriyyəti xanımlar olur. Çox maraqlıdır. Niyə? Ya bu həmin vaxtı bu taq məsələsi, bu bütün yarışma xanımlar iştirak edir, bəylər az iştirak edir. Mən statistikaya baxdım, bəylər kifayət qədər var idi. Bu niyə mən o xanımlar düşdü? Bundan əvvəl də xanımı. Bundan əvvəl də xanımlar. Ondan əvvəl də xanımlar. Amma bir məsələdir, bizim məsələn ötən günlərdə ProGarajın özündə müsabiqəsi var idi, Evrol yağ dəyişmə hədiyyə edirdi. Hamısı bəy oldu. Hamısı bəy oldu. Hə, bax bu proqramı idi, həmisi Vask birini Vask proqramı ilə seçdik, digərlərinin isə şərtləri başqa idi, amma yenə də bəylər qalib oldu. O sarıdan xanımlardan qalib olmadı. Amma bizdə bundan əvvəl bizim Orxan usta çox sadə bir şərtimiz var idi, yadınızdadırsa. Hansıydı? Proqramı seçmədik. Ən çox like toplayan o xanım izləyicimiz oldu. Sonra birinci və sonuncu rəyi yazan bizim müsabiqəmiz belə ki, birinci və sonuncu rəyi yazan dinləyicimizə, izləyicimizə hədiyyə edir. Birinci də xanım idi, sonuncu da xanım idi. Axırda dedik, ən ortada olanı da tapaq. Ustalarımıza soruşduq. Eşan ustaydı sənə. Dedim, Eşan usta, bir rəqəm deyil. Bax, həmin rəqəmin neçəyə düşsə, mən o həmin dinləyicidə birini də özümdən hədiyyə edəcəm də. Dedi, 7 odur xanım çıxdı. Yəni, burada bizlik bir şey yoxdur. Bəxti gətirib, nə deyək, qismətidir, uğur olsun. Və bizim qaliblərə başımız qarışdı. Suallar gəlir. Mən istəyirəm Orxan ustaya sual verəm. Salam, məndə 20 Kuza TikTokda avtodiaqnoz yazıb. Bizi izləyə bilərsiniz. 055 977 1033 nömrəsi aktivdir. Ulduz 1033 nömrəsinə də zəng edib efirimizə qoşula bilərsiniz. Məndə 20 Kuza 80-90 sürəndə salona tüstü verir, uqar iyi verir. Səbəb nə ola bilər? Çox güman ki, mühərrik yağı yeyir. 20 Kuzalı Prius'da yağı yeyir. O da ki, katalizator sulada bilər, abratka verə bilər salona. Jalüz əgər açıqsa içərdən o verə bilər, sonra rezinləri xarab ola bilər. Arxa bufer tərəfdə yenə jalüzlər açıq ola bilər. Ondan irəli
Amma yağ vermə səbəbi mühərrik yağ yeyir. Mühərrik yağ yersə də artıq O yığılmalıdır. salona verir. Salon dedim 3-4 dənə problem var, onları yoxlasın. Rezinlər, qabaq jalüz, arxa jalüz. Orxan Master Orxan yağlama mərkəzlərində yalnız yağ dəyişməyə tək keçirir. Yəni təmir yoxdur. Ona görə biz yönləndirə bilərik Proqaraj servisə. Proqaraj servis yazıb Waze-də və digər sosial şəbəkələrdə axtara bilərsiniz. Mən sizə deyim ki, rahatlıqla artıq orada dərmanı tapılacaq. Usta hər dəfə gedəndə bir 10 dənə orada Prius görürəm. Hər dəfə gedəndə elə bildim Priuslar Bakıda yoxdur da, getdi də bunlar. Var. Çoxdur. Kifayət qədər də çoxdur. Təmirə gəlirlər, ABS problemi olur adətən. Bir də belə xırda problemlər olur. Yəni başqa bir qlobal bir problemi olduğunu eşitməmişəm. ABS-lə yağ yemədir çox vaxt. Başqa problem. ABS-lə yağ yemədə 11 töküblər. Belini qırıblar mühərrikin. Əsas səbəblərdən biridir. 2007-ci il Hyundai Santa Fe 2 dizel necə maşındır? Köhnə mühərrikdilər. Remen mühərrik. Yo, BMW nə? Yo, 2007 Hyundai Santa Fe 2 dizel. 2 dizel mühərrik, köhnə mühərriklər. Yeni mühərriklər 2009-10-11, üzüdür 2022. Onlar septdir artıq. Onlar septdir, bəli. Bunlar Remendi biraz kaprizli, biraz zəifdilər. İmkan olsa daha yeni modelin 2009. Yəni 2 il o tərəfə alsaz 2010, 2009-un 5-ci ayından sonra olanlar, bir də 2010 üzü bu tərəfə ala bilsəz rahat ala bilərsiniz. Qiymət fərqi kəskin var idi. Mən yadımdadır. İndi yaman düşüb qiymətlər. Biləm bazar ölübdür, nəyi var düşüb. 2009-da artıq 22 üzü yuxarı gedir. Mən avtomobil məndə 2010 var idi. Elə bir 11 buraxılış 10 Azərbaycan variantı da deyim. Vinkod 11 idi, bizdə 10 idi. Mən alanda 11 gördüm. Gəldim ki, Vinkodda burada 10 çıxdı. Həmin avtomobil 23.400 manata bizim dostlarımız satmışlar. 7 yer dizel güc bəla ilə hələ güc. Amma avtomobil ideal avtomobildə Enkar qarantili, yəni zəmanəti 130.000. Həmin müddətdə Remen mühərrikləri var idi. Mən sizə deyim ki, hələ Koreyanın özündə qiyməti bundan əməlli başlı fərqlənir də. Yəni hələ bir 2-3 min dollar ucuz idi onlar. Onlar daha ucuz idi. İndi də elədir. İndi də fərqlidir. İndi də qiymətdə fərq var. 16-17 min, 22 min, 25 min var civarındadır. İndi 16-17 min Hyundai 18 minə dəyər usta. Dinləyicimiz yazır. Həmin maşın. Yox qardaş, mən almaram. Mənim şəxsi fikrim. Şəxsi fikrimdir, sözsüz. Almaram. Məndən soruşsa almaram. Deyir baxmışıq, super vəziyyətdədir, yağ azalma, yemək yoxdur. Valla elə 18.000 qoyun, əlim yanında saytlarda Sorrento'lar 2010, 2009, Santa Fe'lər 2009, 2010, 20 minə polna ola bilərsiniz. Bu avtomobilin ikisi də məndə olub. Sorrento da olub, Santa Fe də olub. Santa Fe yaxşı qaçırdı, yəni belə el dilində desə yaxşı qaçırdı. Lakin ikisində də əsas problem də Orxan usta da Sorrento idarə edir, bildiyim qədər 2 dizel mühərrik. Bunlarda deməli əsas problem nə olurdu? Usta, sükan sağ-sola çəkməyi, onu nə deyirdilər, yadımdan çıxdı. Kalibrovka rolun pozulmağı. Razval deyirsiz? Yox, Razval deyil, indi yadıma salıb deyir. Granatlar. Granatlar bunların zəif yeridir. Sizdə mən başınıza gəlib ya gəlməyib. Santa Fe'də məndə tez-tez olmuşdu. 2, mən Sorrentonu Santa Fe'dən daha üstün tutardı. Çünki yenə deyirəm, ikisini də idarə eləmişəm, görmüşəm. Hyundai marka Kia markadan üstündür. Sorrento daha kip idi. Bəli, daha kipdir. Santa Fe'də salona daha çox səs var idi və genişlik baxımından da demək olar ki, eynidir. Yəni, amma Sorrento bir tık yuxarıda, biraz rahat idi. Dözümlük məsələsi isə Orxan usta desin. Mən Santa Fe'də heç bir problem görməmişəm. Yəni o maşın xarab olmayıb. Prinsip eyni şeydir, yəni dözümlük barəsi mən orada mühərrik eynidir. Periodok başlayışda eyni şeydir. Yəni. Amma mən alanda mənə ustalar qəti şəkildə dedilər Remen mühərriki, amma onu bilmirəm niyə dedilər. Yəni o qırılırmı, səsmi eləyir, nəyə görə dedilər bilmirəm. Yox, qırılır da vaxt-vaxtdan ümumiyyətlə Remen qanunla əslinə belə baxsan, biz bilirik ki, Remen mühərriki daha yaxşıdır. Yəni qanunla belə baxanda Remen sadəcə uzun ömürlü söhbəti var da. İnsan unudar Remeni dəyişməz hansı cəmaatı qorxusublar. Ay nə bilim, klap bəzi avtomobillərdə klapan əyilir, bəzilərində əyilmir. Məsəl üçün məndə Toyota Land Cruiser Prado idi, 3 motor, 2012-13 model. Məndə Remen mühərriki idi. Remen 200 manat verirdim, 60 min minimum idi, 80-90 min sürürdüm, Remen dəyişirdim. Özü qovurdum, sürürdüm nəyi var. Yəni bez problem. İndi sepdə də bunu dəyişməliyik biz. Sepini də sep motorda 150 mindən bir sepini. Bəli, 150 mindən bir Kia Hyundai'larda 200 minə kimi səsli sala sürə bilərlər. Amma 150 mindən bir. Amma halbuki köhnə maşına baxsaq biz Mercedeslərə dəhşət, onlarda ümumiyyətlə o problem olmurdu. Yəni sep, Remen. Elə problemlər olmadı. Məndə 2 mühərrik benzin olub, heç bilmədim o nə mühərrik sepdir. Remen'də heç bilmədim nə oldu. Sep də olar, Mercedeslər sepdir köhnəsi. Yəni ay olar dəyişə 150, 200 min, 500 min sürürdü, heç bir fərq yox idi. Yenə də qardaş, məsləhət sizin. Marketinq qəsdən azaltmaq, keyfiyyət, o normal haldır. Yəni bir maşın
Buraxırlar, pul hamı bilir ki, zapçasından qazanılır. Normaldır. İndi qərar sizin 18 minə, nə deyə Allah xeyir versin, əgər niyyətiniz, məqsədiniz varsa alın, amma Orxan Usta öz fikirlərini bildirdi. Bizim qısa bir reklam fasiləmiz var, ardınca yenidən studiyadayıq. Davam edir dəyərli dinləyicilər. Reklam fasiləsinin ərzində Orxan Usta ilə maraqlı bir söhbətimiz oldu. Orxan Usta, neçə ildir dizel mühərrikli avtomobil idarə edirsiniz? 2009-cu ildən bəri mən dizel avtomobil sürürəm. Bundan əvvəlki o Prado da dizel idi. Prado da dizel idi, Corolla var idi dizel. Məndə Isuzu var idi böyük, o da dizel idi. Dizeləm çox olub, yəni sürmüşüm. Nəyə görə dizel seçirsiniz? Dizel uzun ömürlükdür, mühərriki uzun ömürlüdür. Minimal 500 min sürüşdür. Benzinə nisbətdə benzin daha tez stroydan çıxır. Dizel uzun ömürlüdür. Həm turbinli mühərrikdir. Yəni belə deyin, çox ləzzətli yəni. Dizeli bilənlər, sürənlər bilir. Yəni dizel başqa bir aləmdir. Mən bildiyim qədər Orxan Usta sizin partnyorlarınız var, həm də söhbət avtoparklardan gedir də, yağ dəyişmək üçün, düzdürmü? Burada Çin istehsalı olan avtomobillər də gəlirmi yanınıza yoxsa? Elə əksəriyyəti ən çoxu Çindir. Yəni bir Yapondur, Toyotalar, bir də təbii ki Çin avtomobilləridir. Siz usta olaraq taksi üçün hansını seçərdiniz? Hansı avtomobillər? Mən özüm taksi şoförü olsaydım, 2 dənə avtomobil seçərdim. Birini seçərdim Corolla Cross, hündürə, və yaxud Corolla hibridin. İkincini Honda Insight seçərdim, 2020-2024. Bu taksi üçün bahalıdır. Belə baxanda ya da 30 min civarında. Ha, bu biraz bahalı. Onu biraz aşağı düşək. Yəni Bakıda ən çox olan avtomobillər arasından özünüzə taksi modeli seçin, bir 3 dənə. Birinci günə taksi şoförləri nə qazanırlar ki, belə demək, güclü pul qazanmırlar. Ona görə ucuzunu deyirəm, ekonom bir variant tövsiyə eləyin də. Toyota seçərdim. Hansı? Minimaldan tutmuş yüksəyə kimi. Aqua olsun, Corolla olsun, sadə variant, Dubai variantı olsun, 25 min, 27 civar. Yəni Toyota daha üstün verərdim. Səbəb nəyə? Gec dağılan avtomobildir. Peridok olsun, Mərik olsun. Həm taksi şoförümüz qazansın. Çin istehsalı olan BYD-lər? Seçərdim, onu da seçərdim. Onu da seçərdim. Axırıncı variant kimi. Axırıncı variant kimi amma. Yaxşıdır, bizdə çoxdur. Bir 50-yə yaxın rahat minimum BYD var. Hansı ki yağlarını dəyişirik. Yəni hələ ki şikayət yoxdur açığı. Neçə min gediblər? Yəni 100 min aşan varmı bir? Bəli, 120 min vurublar artıq. 2 dəfə karopa yağını dəyişiblər. Onlarda 45 mindən bir sürətlər qutusu dəyişilir. Bizdə ümumi sürətlər qutusu BYD-lərin 200 manat tutur. Filtr qarışıq təbii ki. Hamısı bütün yağ dəyişməsi 200 manat sürətlər qutusu yağı. Deməli siz dediniz 45 mindən bir dəyişir yoxsa 50 mindən? 45 mindən bir. 50 min uzağa kimi sürə bilər əgər düzgün incitməyiblərsə ağır. 200 manata filtr qarışıq bütün xərclər. Bəli, bəli. Yağı da Evroldan tökürük. 3 litr yarım yağ və yaxud 3 litr 200 yağ gedir onlara. Filtrlə bir yerdə 200 manat bəli. Bəs bu Toyota Corollalar və yaxud da ki Aqualar, onların bu sürətlər qutusunun yağını dəyişir. 90 azayından 150 azayına kimi xərci var. Filtr yoxdur. Adi mexanika necə buraxılır? Aşağıdan baxdın, üstdən hava vurdun, altın bağladın. 4 litr, 3 litr 800, 4 litr yağ gedir. Tələblər WS-dir, amma CVT-dir, planetarlı CVT-dir. Belə dişli belə deyək də sürətlər qutusudur, amma halbuki WS gedir. Yəni Aysen yağı gedir, hansı ki adi Toyota Prado'nun Land Cruiser'lərin sürətlər qutusunun tələbidir. CVT deyil də, yəni birbaşa. Xərci nə qədər dediniz? 90-150 arası. Firmaya görə qiymətlər dəyişir. Neçə gündən, neçə 50 min sürüşdür onlarda. Onlarda da 50 min. Neredeyse 45-50 min də oxşar sürüşdədir. Və bütün hallarda da bir də Orxan Usta, bizim indi yağ dəyişmə intervalını öz maşınınızın yağ dəyişməsini neçə mindən bir eləyirsiniz? 5 mindən bir dəyişirəm. Öz maşınınızı. Niyə 5-dən bir dəyişirsiniz? Ustasınız da. Əlimizdə də yəni ucuzdur, şirkət hədiyyə eləyə bilər və yaxud özümüz maya qiymətini ala bilərik. 5 mindən bir dəyişirik, amma usta olmasaydım 7 mindən bir dəyişərdim. Usta olmasaydı 7 mindən. Yəni əlimizdə olmasaydı 7 mindən bir dəyişərdik. Mən 10 mindən bir dəyişirəm. Dizelə. Bəli. Çox. Əslində yağlar motosaatla ölçülür. Biz bildiyimiz 300 motosaat standartda bizdə 30-33 kilometrdə verir şəhərçi. 7500 kilometr şəhərçi maksimaldır. Sizin 10 min yürüyüşünüz tras üçün nəzərdə tutulub. Mən də tras sürmürəm. Tras taksi şoförlər olsaydınız 10 min sürərdiniz sizdən. Belə indi 10 min sürəm, nə problem ola bilər? Problem yağın təbii ki mühərrikin ömrü azalır. Əvvəl yağlanma, soyutma super idi. İndi 7 mindən sonra zəif olacaq. Detalları belə deyək də stroydan çıxartmaq. Mən bunu nədə hiss eləyə bilərəm? Səsin dəyişilməsi, mühərriki biraz səsli işləyə bilər.
Baxın, bizim avtomobillər Master Orxan yağ dəyişmə mərkəzində dəyişir. Keçən dəfə Nofel usta dedi, yürüyüş məsafəsi mən 10.000 dedim. Çoxdur 10.000. Çox dedim. Taksi şoferlər üçün, hibrid mühərrik üçün bəli, amma dizel üçün şəhərçi 10.000 çoxdur. Məsələn, o hibrid mühərrikli avtomobilləri 10.000 idarə edə bilərik biz şəhərçi, yoxsa yox? Əlbəttə, bəli, rahat idarə. Onda elə yaxşı 10.000. O motosaatla zaten elə 10.000 verir o. Mənim bir müştərim gəlmişdi, dünən Corolla, yeni Corolla 2004 hibrid idi. Motosaatı vurdu rovuna 300.000, 10.000 kilometr. 9.000, 900 nə bilim neçə, başda 10.000. Motosaatı necə hesablamaq olar? Hər avtomobildə olurmu? Yox, 80% avtomobillərdə var motosaat. Məsələn, filtrlərdə, akkalarda var. Yox, onlarda yoxdur. Hə, tapa bilmədim. Yox, yoxdur motosaat onlarda, sadə sistemdə olur. Məsələn, sizin maşında var? Mənim maşınımda var, bəli. Hardan baxırsınız ona? Elə triplə dəyişirik, orada çıxır motosaat. Neçə saat qoşsam, mühərrik neçə saat işləyir. Aha, indi mən ona baxsam, neçə saat olsa mən artıq yağı dəyişməliyəm? 300 motosaat. 300 motosaat. Təxminən eyni marka avtomobil idarə edir. Mən indi düşəndə bir də yoxlayaram bu motor. O motosaat sıfırlanır yoxsa Bəli, sıfırlanır? o da sıfırlanır. Hər yağ dəyişmə sıfırlanmalıdır. Hə, hər dəfə yağ dəyişəndə yağ dəyişmə sıfırlanmalıdır. Baxmalısınız ki, neçə saat. Çünki biz probkanı nəzərə almırıq. Mühərrik ağ probkada da işləyir axı. Biz onu nəzərə almırıq. Ancaq yürüyüşə nəzərə Amma bir məsələ var da, avtomobil start stopdursa, avtostopdursa, ya özü yanıb sönürsəz. O başqa məsələ. Avtostopdursa, baxın, siz 10.000 yürüyüş sürmüsüz, üstünə 2500 gəlin. 10.500 sürmüsüz. Çünki siz yerində hesabı kilometr saymamısınız. Minimal 2500 kilometrdir. Siz mühərrikinizi 10.500 sürürsünüz. Orxan usta, bu avtomobili 10.000 sürmüşəm, amma avtomobil işıqforda dayanır, tıxazda dayanır. Bu motosaatdan getmir axı. Getmirsə, 10.000 sürmüşsə deməli 10.000-dir. Amma əgər mühərrik işləyirsə, minimal 2500 kilometr gəl üstünə. Deməli, elə də pis sürücü deyil. Yox, yaxşıdır. Zaten biz hibrid sönür, batareyanı işləyirsə, Prius olsun, istəyir Honda olsun və yaxud yeni dizel avtomobillə avtostop hansını ki öz-özünü söndürür. Hə, onlar da sayılmır. Onlar da elə 7500 elə o qarşıq sürülür. Təşəkkür edirik Orxan usta. Master Orxan Yağlama Mərkəzinin rəhbəri Orxan usta bizimlə idi. Sizdən gələn sualları cavabladı. Bir də növbəti həftə görüşəcəyik. Mən qeyd edim ki, paytaxtın 3 ərazisində Yasamal, Yeni Yasamal, Əhmədli və Babək prospektində Master Orxan yazsaz siz Waze-də və yaxud da ki, istənilən sosial şəbəkələrdə yazsaz, hamısında çıxır. Və biz Orxan ustanın hansı ki müştəriləri üçün kiçik bir hədiyyəmiz var dostumuz Dilkeş Parfümdən. 4+1 kampaniyası davam edir Dilkeş Parfümdən və bu avtomobil ətirləri də Orxan usta öz müştərilərinizə təqdim edərsiniz. Xoş ətri var, ətri artıq məni bihuş elədi. Təşəkkür edirik dəyərli dinləyicilər. Biz sizə sabaha qədər deyirik. Gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın.